Dəmirçizadə küçəsi axıra kimi Təbriz küçəsinə çıxacaq və ondan yuxarı hərəkəti davam etmək mümkün olacaq. Həmin ərazidə hərəkəti dəyişməklə, iki tərəfli etməklə kəsişmədə svetoforun iki fazalı endirməsi mümkün olacaq. Ərazi makro və mikro simulyasiyalar edildi. Əvvəlki vəziyyətdir, görürsünüz, mövcud vəziyyətdə daha çox qırmızılar var. Təklif edilən ərazidə isə artıq yaşıllaşmağa doğru keçir. 3 fazalıdan 2 fazalıya keçmə səbəbi olan küçədə oradakı avtobus zolağı maşınların getdiyi yolun əksinə gəlirdi. O digər o birisi küçələrdə problem yaratmayacaq. Həmin hissədə avtobus zolağı simulyasiyada görürsünüz, bir hissədədir. Qarabağ küçəsi ilə Xətai prospektinin arasında olan hissədir. Digər tərəfdə isə artıq nəqliyyat da davam edə bilir. Biz bunu niyə elədik? Çünki o ərazidə yaşayan vətəndaşlar öz evlərinə rahat gedə bilsinlər deyə. Yəni Dəmirçizadə küçəsi iki tərəfli olundu. Yalnız bir hissəsində avtobusları Xətai prospektinə çıxışı üçün zolaq verildi.